Biz beyin ve şuur haqqında danışırıqsa, demək olar ki, yer kürəsinin ən zəki canlılarından hesab olunan Asimiloqu əsla unutmaq olmaz. Öz beyin quruluşu, sinir sistemi və şuuru ilə alimləri bir növ təəccüb içində buraxan bu canlı çox qəribə xüsusiyyətlərə malikdir. Onun 3 ürəyi, 9 beyni var. Asimiloq kayaqlı molluskalar sinifinə aid dənizlərdə yaşayan çox ağıllı bir canlıdır. Onun 8 qolu var və bu qolların hər birində yüzlərlə sorucu yerləşir. Ən maraqlı xüsusiyyətləri çox ağıllıdır, tapmaca həll edə bilir, qapaqlı qabları aça bilir, öyrənir və yadda saxlayır. 3 ürəyi var. İkisi solunğaclara, biri isə bədənə qan vurur. Mavi qanı var. Səbəbi isə qanda dəmir yox, mis əsaslı hemosiyanın olmasıdır. Rəng və forma dəyişə bilir. Kamuflyaj ustasıdır. Dərisini və teksturasını ətraf mühitə uyğunlaşdırır. Qolları müstəqil işləyir. Sinir hüceyrələrinin böyük hissəsi beyində yox, qollardadır. Mürəkkəb buraxır, təhlükə zamanı qaçmaq üçün. Fəlsəfi tərəfi. Asimiloq göstərir ki, şuur tək bir mərkəzdə yox, bəzən bütün bədənə yayılmış ola bilər. Yəni, düşüncə yalnız beyin deyil, təcrübənin özüdür. Asimiloqun bəzi xüsusiyyətləri biraz şübhəli görsənir. Sinir sistemi Asimiloqda 500 milyon neyron var onun bədənində. 60% beyində yox, qollardadır. Qollar müstəqil qərar verə bilir, hər qol. Bu yer üzündə demək olar ki, unikal bir şuur modelidir. 2015-2018-ci illərdə aparılan genom tədqiqatlarında məlum oldu ki, genlər sabit deyil, real vaxtda dəyişir. Bu klassik gen xüsusiyyəti təkamül sxeminə uyğun gəlmir. Davranış sıçrayışı, alət istifadə edir, plan qurur, öyrənir və tədqiq edir. Darwinçi xətt üzrə yaxın qohumlarında bu səviyyə yoxdur. Burada alimlər belə bir hipotez irəli sürüblər ki, asimiloqların genetik materialının bir hissəsi yer kürəsinə meteoritlə gəlmiş ola bilər. Bu fikir sübut olunmuş fakt deyil. Elmi cəmiyyətdə çoxlu tənqid alıb, amma məqalələrdə ona görə səs saldı ki, tam uydurma da deyil, tam sübut da deyil. Bir də onun yadınızdadırsa, Raul adlı Asimiloq 2008-2010-cu illərdə Almaniyada Oberhausen akvaryumunda yaşayırdı. UEFA 2008 və FIFA Dünya Kuboku 2010 zamanı maçın nəticələrini təxmin etməsi ilə dünya miqyasında tanındı. 2010-cu Dünya Kubokunda Raul Almaniya yığmasının bütün oyunlarını düzgün proqnozlaşdırırdı və finalı da qabaqcadan göstərirdi. Asimiloq 8 ayağın hər birində beyni var, hər bir ayaq özü qərar verə bilir. Bir də xüsusi bir mərkəzi beyin var. Nə deməkdir bu? Belə, uğurlar.